Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz keçən söhbətlərimizdə əqaid mövzusu və əhəmiyyəti, fəziləti və təsirləri haqqında danışdıq. Bugünkü söhbətimdə inşallah Allahı tanıma və Allaha nail olmaq üçün, Allahın mərifətinə, ilahi mərifətə nail olmaq üçün hansı yollardan istifadə edə biləcəyimizi inşallah vurğulayacağım. Ümumiyyətlə, bu çox əhəmiyyətli bir mövzudur və çox düşündürücü bir məsələdir kəlam elmində və kəlamçılar bu haqda böyük vaxtlar sərf edib və düşüncələrə və müxtəlif fikirlər irəli sürüblər. Bu haqda ki, biz ilahi mərifətə necə nail ola bilərik? Ümumiyyətlə, Allahı tanımaq olar, yoxsa olmaz? Bu əsaslı bir sualdır. Biz və yaxud əgər Allahı tanıya bilərik, nə qədər tanıya bilərik Allahı? Allahı tanıma hüdudu hara qədərdir? Bu əhəmiyyətli bir məsələ və mövzudur kəlam elmində, əqaid elmində. Bu səbəbdən mən keçən söhbətdə də əqli, ağlın dində, İslamda və kəlam elmində əhəmiyyətindən söhbət açdım və qeyd etdim ki, orada iki bir məsələni mən vurğuladım. O da bundan ibarət idi ki, ağıl ümumiyyətlə öz hüdudları var. Düzdür, geniş mən bu haqda söhbət etmədim, amma işarə etdim ki, ağlın da hüdudları mütləq şəkildə hər hansısa bir varlığın həqiqətinə vara bilmir. Yəni, özündən yuxarı, fövqəl ağıl bir varlığa nail ola bilmir. Lakin o varlığın mövcud olmasını sübut edir və ikinci məsələ də bundan ibarət idi ki, mövcud olmasını sübut etdikdən sonra o varlığa bənzəri olmayan, yəni o varlığın bənzərsiz olduğunu da sübut edə bilir. Bu, ümumiyyətlə, ağlın işi idi. Bir daha bu məsələni qeyd edirəm ki, Allahı tanıma mövzusunda da biz bu məsələ ilə üzləşirik. Ümumiyyətlə, biz Allahı nə qədər tanıya bilərik? Görəsən, ancaq Allahın həqiqətinə varmaq olar, yoxsa bizim Allahdan tanışlığımız məhz onun feilləri və sifətləri müstəvisindədir, səviyyəsindədir. Buna görə müxtəlif yollar qeyd ediliblər. Kəlam alimləri, kəlamçılar, əqaid alimləri, hətta təfəkkür və fəlsəfi düşüncə sahibləri müxtəlif yollar qeyd ediblər. Mən keçən dəfə də qeyd etdim ki, bu yollar üç yol, əsas üç yol qeyd olunub. Onlardan biri təbiət və təcrübi amil, digəri əqli amil və daha digəri üçüncü yol fitri mərifət və fitri mərifət və ya belə deyə bilərik ki, qəlbi və ürək vasitəsilə tanışlıq. İndi sonra mən açıqlayacağım ki, bunun mənası nə deməkdir. Amma ilk növbədə biz təcrübi yolla istərdik məsələni, mən istərdim məsələni təcrübi yoldan başlayım və məhz bu yol hamıya tanış olan amildir. Hamı bu yoldan bəhrələnir. İstər adi insanlar, istər elmi səviyyədə irəli getmiş insanlar, hamı bu yoldan bəhrələnir. Yəni, təbiətdə biz ümumiyyətlə təbiət aləmində yaşadığımıza görə məhz bu vasitə ilə biz Allahı tanıyırıq. Buna görə, bu səbəbdən bu yol ümumiyyətlə kəlamçılar dili ilə desək və yaxud əqaid elmi terminologiyasında teleoloji dəlil adlanır. Teleoloji dəlil demək olar ki, hamıya bəlli olan dəlillərdən sayılır. Yəni, bütün səviyyədə bu dəlildən istifadə olunur. Adi insan düşüncəsi də bu dəlili çox rahat şəkildə qavraya bilir. Teleoloji dəlil və yaxud nəzm və ya nizam
sübutu dəlili bu dəlilə deyilir. Teleoloji dəlil və yaxud nəzm dəlili. Nəyə görə teleoloji dəlil deyilir, mən qeyd edəcəm. Bu ümumiyyətlə dəlilin sadə bəyanı. Yəni biz əgər sadə şəkildə bu dəlilə, bu sübuta, Allahın varlığı üçün, Allahı tanımaq üçün lazım olan dəlildir bu. Bu dəlillər sadə şəkildə, bu dəlili sadə şəkildə bəyan etməsi istəsək, belə deyə bilərik, 3 müqəddimə, yəni 2 müqəddimə və 1 nəticədən təşkil tapır. O da bundan ibarətdir ki, biz təbiət aləmini müşahidə etdiyimiz, gördüyümüz, təcrübə etdiyimiz, yaşadığımız təbiət aləmi nizamlıdır, nəzmlidir. Mən qeyd edəcəm nəzm nə deməkdir. Nizamla, tərtiblə yaradılıb və düzülüb. Bu birinci məsələ. İkinci müqəddimə, nizamlı olan hər bir şey mütləq şüurlu və tədbirli nizamlayıcını göstərir. Keçən söhbətimdə də bir hədis qeyd etdim, əgər səhv etmirəmsə, Əli əleyhissalamdan ki, əgər hər hansısa bir binanı görürsünüzsə, o binanın quruluşu sizi bənna və binanın yaradıcısına sövq edir. Yəni fikriniz o binanı yaradana yönəlir. Hərçənd o binanı yaradan hal-hazırda mövcud da olmasa, onu müşahidə etməsəniz də binanı gördükdən sonra nəticə alırsınız ki, bu binanı yaradan var. Bu bir növ təcrübi dəlilə, teleoloji dəlilə arxalanır, söykənir. Bəs teleoloji dəlilin birinci müqəddiməsi bundan ibarətdir ki, ümumiyyətlə təbiət aləmi nizamlıdır və nizamlı olan, əgər hər bir şey, nizamlı olan hər bir şeyin nəticə etibarı ilə şüurlu və tədbirli nizamlayıcısı vardır. Bu iki müqəddimə nəticədə bizə belə bir sonluğu anladır. O da bundan ibarətdir ki, deməli, təbiət aləminin şüurlu və tədbirli nizamlayıcısı var. Yəni, bu sadə iki müqəddimə və bir nəticə ilə biz Allahın varlığı və Allahın mərifətinə nail oluruq təcrübi yolla, müşahidə yolu ilə, təbiət aləmi yolu ilə. Amma mən bu məsələni Quran və ayələrə istinad etməzdən öncə istərdim bir balaca açıqlama da gətirim. Ümumiyyətlə, biz nəzm dedikdə nəyi başa düşürük? Biz nəzm dedikdə mütləq fikrimizi dəqiqləşdirməliyik ki, nəzmdən məqsəd nədir? Yəni, nə deməkdir ki, nəzm? Əlbəttə, ayə və rəvayətlərə istinad etdikdə də o öz mənasını tapacaq, məlum olacaq. Amma ilk növbədə bunu qeyd etmək istəyirəm ki, nəzm dəlilində ki, mövcud olan nəzm anlayışı ümumiyyətlə mənası bundan ibarətdir ki, hər hansısa bir məcmunun, nəzmin mənası, hər hansısa bir məcmunun tərkib hissələrinin bir-biri ilə uyğunlaşmasına, yəni hər hansısa bir, belə daha desəm dəqiq olar, hər hansısa bir məcmun, hər hansısa bir toplum müəyyən bir hədəf istiqamətində olarsa və bu toplumun tərkib hissələri bir-biri ilə uyğunlaşıb, uzlaşarsa, o topluma nizamlı toplum, tərtibli toplum, nəzm məcmusu deyilər. Yəni, bu hər hansısa bir varlığı görürsənsə, hər hansısa bir tərkib hissədən ibarət olan bir mürəkkəb və yaxud bir toplumu görürsənsə, bu toplum iki cür ola bilər. Bir dəfə var ki, bu tərkib hissələri arasında heç bir uyğunluq yoxdur, bir-birini tamamlamırlar və ya tamamlayır, hər hansısa bir hədəf əsasında deyil. Heç bir hədəfi nəzərdə almır. Buna nəzm deməzlər. Nəzmin iki əsas ünsürü olmalıdır. Bir, tərkib hissələri bir-birini tamamlamalı və bu tamamlayıcı tərkib hissələri müəyyən bir hədəf əsasında, istiqamətində olmalıdır, hədəfsiz olmamalıdır. Buna deyərlər nəzm. Bu səbəbdən, əgər belə olan halda, belə bir nəzm mövcuddursa, ki, tərkib hissələri bir-birinə uzlaşır və hər hansısa bir hədəf əsasındadırsa, belə bir nəzmin mütləq nizamlayıcısı olmalıdır. Yəni, heç vaxtı nəticə almaq olmaz ki, bəli, belə bir nəzm. İndi qoy bunu deməmişdən öncə bunu da mən işarə edim ki, bu nəzmi biz dünyada müşahidə edirik. Dünya yaranışı biz hələm dünyadan kənar, digər planet və yaxud digər yaranışlara işarə etmirik. Məhz onlar da öz növbəsində böyük bir nəzmin nişanə və əlamətidir. Amma məhz dünyanı biz nəzərdə aldıqda görürük ki, dünyada belə bir nəzm mövcuddur. Bir dünyanın tərkib hissələri bir-birini tamamlayır
Və bu tamamlama da hər hansısa bir hədəf əsasında. Bunu hamı təsdiqləyir. Bunu yəni sadə düşüncəli, sadə ağıl bu məsələni təsdiqləyir. Nəyə görə? Çünki dəryalar, Quran da bu məsələyə işarə edir. Dəryaları görürük, dəryaların buxarlanıb bulud düzəlməsini görürük, buludlardan yağış yağıb bitkilərin yetişməsini görürük, bitkilərdən heyvanların qidalanması, heyvanlardan insanların qidalanması və ən sonda hədəf olan insanın ali dərəcə və mərtəbələrə nail olması. Bu tərtib, bu nəzm, biz bunları gördükdə nəticə alırıq ki, belə bir nəzmi sadə düşüncə, şüursuz, maddi düşüncə yarada bilməz. Nəticə etibarilə belə bir nəzm məhz şüurlu və qeyri-maddi bir varlıq tərəfindən yaradılmalıdır. Bunu da indi bu məsələni qeyd etdikdən sonra ikinci məsələ, görəsən sual yarana bilər, görəsən ola bilməzmi ki, materialistlər və yaxud da ki, maddi düşüncəli insanlar bu təfəkkürü irəli sürürlər, görəsən ola bilməzmi ki, bu özü öz başına yaransın. Elə bir ki, 2 nömrəli kartı, 2 nömrəli səhifəni atırsan, təsadüfən 1-2 səviyyəsində düşür. Yəni 1-2 səhifəni, 1-2 yazılan səhifəni atanda təsadüfən də tərtib və nəzmlə düşür 1 və 2 və yaxud da ki, görərsən ki, hər hansısa bir gözü görməyən bir insan, gözə malik olmayan bir insan və yaxud savada malik olmayan bir insan təsadüfən 2 səhifədən ibarət olan bir səhifəni atdıqda və yaxud seçdikdə, əl qoyduqda görərsən 1-2 və nəzmlə də onu düzgün də tərtib edir. Bu mümkündür. Bu görəsən dünya haqqında mümkün ola bilməz. Yəqin ki, cavab mənfidir. Yəni bu böyük bir nizam, kiçik bir nizam haqqında mümkün ola bilər. Amma nizam nə qədər böyüdükcə, nə qədər genişləndikcə bu heç vaxtı öz həqiqətini tapa bilməz. Yəni nizam nə qədər böyüdükcə, tərkib hissələr böyüdükcə bu təsadüf mümkün ola bilməz. Hətta o 2 səhifədən ibarət olan, 2 rəqəmli səhifədən ibarət olan o 2 səhifə də həmişə mümkün deyil ki, tərtib və nizamla düzülsün. Təsadüfən mümkün ola bilər. Halbuki böyük bir, yəni əgər 1000 səhifəli bir kitabı nəzərdə alsaq, 100 səhifə hətta, 100-dən yuxarı 1000 səhifəli biz kitab və toplumu, bir məcmunu nəzərdə alsaq, mümkün deyil ki, təsadüfən savada malik olmayan bir insan, rəqəmləri tanımayan insan, oxumanı bilməyən insan və yaxud gözü görməyən insan, bu təsadüfən də mümkün deyil ki, bunu tərtiblə düzə bilsin. Bu, təbii dünyada və müasir elmdə də bu öz təsdiqini tapır. Ehtimallar nəzəriyyəsinə biz baxsaq, ehtimallar nəzəriyyəsində görürük ki, bu məsələ öz həqiqətini tapır. Çünki ehtimallar nəzəriyyəsinə görə mümkün deyil ki, məcmu, tərkib hissələri, nəzm və tərtib çoxaldıqca onların ardıcıl düzülüş ehtimalı da azalır. Bu səbəbdən belə bir nəticə alırıq ki, böyük bir nizamda mümkün olan şey deyil ki, nizamlayıcı olmasın və yaxud belə bir böyük nizam, tərtib öz nizamını təsadüfən tapmış olsun. Bu mümkün olan bir həqiqət deyil. Çünki biz gördüyümüz nizam, hətta əgər böyük bir yaranışdan kiçik bir yaranışı ki, dünyadır nəzərdə alsaq belə, elə bir nizama sahibdir ki, bu nizam ehtimallar nəzəriyyəsinə, hətta ehtimallar nəzəriyyəsinə görə mümkün deyil ki, nizamlayıcısız, şüursuz nizamlayıcı tərəfindən olsun. Bu mümkün olan şeydir. Əgər belə bir nizam varsa, belə bir tərtib varsa, belə bir ardıcıllıq varsa, mütləq bu ardıcılığı yaradan var və mütləq o yaradan şüur və qüdrət sahibidir. Bu da əsas bir məsələdir. Bəs ona görə bu nəzm dəlilində, nəzm anlayışında biz bu həqiqəti nəzərdə almalıyıq ki, ümumiyyətlə nəzm dəlili bizi Allahın mərifətinə, Allahın varlığına nail edir və bu nailiyyət də əlbəttə təcrübi nöqteyi nəzərdəndir. Yəni biz dünyanı müşahidə edirik, orada olan nizamı görürük və bu nizamın hədəf uğrunda olması. Bu hədəf uğrunda olmasını mən bir qısa da buna işarə edeyim. Çünki bu da əsaslı bir şeydir. Ola bilsin, hər hansısa bir toplum nəzm, nizamlı düzülsün, amma hər hansısa bir hədəfi güdməsin, hər hansısa bir hədəfi nişan almasın. Bu mümkün olan bir həqiqətdir. Amma
yenə də o topluma nizamlı bir toplum deyilməz. Quran çox gözəl bir ibarə ilə bu məsələni vurğulayır. Quranda Allah Teala buyurur ki, ətqənə kullə şey və digər bir ayədə buyurur ki, əhsənə kullə şey. Yəni Allah Teala bütün şeyi möhkəm yaratdı və bütün şeyi gözəl iki kəlmə ilə vurğulayır. Yəni həm möhkəm yaradıb, həm gözəl yaradıb. Möhkəm və gözəl yaratma nəzm dəlilində mövcud olan bu iki əsas ünsürə işarə edir. Yəni tərkib hissələri bir-birini tamamlayır və bu tərkib hissələri hədəf uğrundadır. Bu səbəbə görədir ki, nəzm dəlili kəlamçılar, yəni hardasa belə deyə bilərik də, qərb terminologiyasında belə adlandıraq və yaxud da ki, ümumiyyətlə kəlamçılarda nizam dəlili adından başqa teleoloji dəlil də deyil. Teleoloji dəlil, yəni hədəfi nəzərdə alan dəlil. Yəni bu nizam nəzm dəlili bu dəlildə mövcud olan birinci ünsürə işarə edir və teleoloji dəlil dedikdə, yəni hədəfi nəzərdə alan dəlil. Bu məcmu mütləq hər hansısa bir hədəf istiqamətində olmalıdır. Əgər hədəf istiqamətində olmaz, hədəf istiqamətində olmasa məcmu nizamlı məcmu sayıla bilməz, nizamlı toplum sayıla bilməz. Bu səbəbə görədir ki, Quranda da məhz Allah Teala dəfələrlə vurğulayır ki, biz dünyanı əbəs mi yaratdıq? Bu belə deyil. Yəni dünyanı biz hədəf uğrunda yaratmışıq və bu hədəf bəzən bəzi təfəkkürlərdə insanın özüdür və bəzi, əlbəttə bunlar bir-birinə ziddiyyətli deyil, insanın özüdür və bəzən də bu hədəf əbədi həyat və bu dünyadakı həyata işarə olan hədəfdir. Mən bu dəlilə işarə etdim və inşallah gələn söhbətimdə Quran və rəvayətlərdə mövcud olan məsələyə işarə edəcəm ki, Quran və hədislər bu məsələni necə vurur, yəni nə qədər əhəmiyyətlə yanaşırlar bu məsələyə, çox maraqlıdır. Yəni biz əgər hər hansısa bir dəlilə işarə ediriksə, biz bunların mövcudluğunu Quran və rəvayətlərdə də tapmalıyıq. Çünki hər halda əsas mənbə sayılan Quran kitabı ki, Allahın özündən insanlara çatıb və insanlara göndərilib, mütləq lazımlı və maraqlıdır ki, özünün, Allahın özü tərəfindən, özünə olan sübutlar da Qurandan istifadə olunsun. Bu səbəbə görə mən hər bir söhbətimdə çalışıram ki, Quran və rəvayətlərə də işarə edim. Gələn söhbətdə inşallah bu məsələlərə işarə edəcəyik və burada hələlik mən bu məsələni tamamlayıram. Daha gələn söhbətimdə inşallah yəni